Dedim bəxtim gətirdi, şükür olsun Allaha. Suyumun qabağını kəsibdi, yetdi başdı əcdaha. Yetdi qaynım olmaqdansa, yetdi düşmənim olsun. Səni mənə versələr, dünyalar mənim olsun. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Səni mənə versələr. Arif, hoş gördük. Niye ne almışsın? Nədir bu? Bezdirmisən etay sən məni. Sənin üçün almışam, buyur. Nədir bu? Evdə açıb baxarsan. Xəzər, salam. Salam. Nə olub? Orhan, köməyin lazımdır. Nə kömək? Sən demişdin, Nazlı ilə məni görüşdürə bilərsən. Xəzər, bilirsən? Bilirəm, Orhan, bilirəm. Mamam istəmir, mani olur. Elə ona görə də mamamla da, atamla da dalaşmışam. Atam dedi. Atam dedi mənə. İndi mənə kömək edə bilərsən, Orhan. Xəzər, atamın xəssiyyətini bilirsən də. Mən sevə-sevə sənə kömək eləyərəm, amma biraz... Başa düşdüm, bildim. Səhər-səhər Nazlını gördüm, amma danışa bilmədim. Danışmadım. Qulaq asmaq istəmədi mənə. Səhv başa düşüb də. Kim olsa inciyərdə, Orxan. Çinə getdim, bir dəfə zəng eləmədim. Evdəkilərdən soruşdum, dedilər, yaxşıdır. İndi başa düşürəm ki, evdəkilər də mənə yalan deyil. Xəzər, əslində bir məsələ var, sən bilmirsən. Nə məsələ? Nazlıya elçi gəlmişdilər. Nazlı elçiləri qaytardı və qardaşlarına qarşı çıxdı sənə görə. Qardaşlar da çıxdı, getdi evdən. Yazıq qız. Nələr keçir böyle? Halal da o qıza. Yazıq qız xəstə kişinin qalıb evin içində. Yox, qardaşları qayıdıb, tək deyil. Gəlib qardaşları. Şükür. Amma nə olur olsun Orxan, mənim Nazlı ilə görüşüb danışmalıyım. Mən belə ürəyim partlayır. Xəzər, elə eləmə də. Deyibsə sonra danışarıq, sonra danışarsın. Şəkər bacı, çatdığımanı elədim. Hə, əhsən. Bir dənə gövərdin, elə xoşbəxt idilər, elə xoşbəxtdilər. Yeyiblər 100%, bu dəqiqə lap xoşbəxtdilər ha. Biz bu işi bacaracaq, inəcəm. Deyirəm, bunun əvvəldən qəşəng bir pürrəngi, isti bir çay verim iç. Bal olar, bal olar. Salam. Xanım, salam. İndicə sizə çatdığımı eləməmişdim, xanım.
Bəyəndiniz? Çox bəyəndim. Çox bəyənmişsiniz, ona görə gəlmisiniz yenə almağa, hə? Hə. Xanım da gələ bilirdinizsə çatdırmağa nə ehtiyac Ay var? kişi, başınıza çırpmağa gətirmişəm. Belə şirniyyat olar. Duzdan basmısınız içinə. Bu nədir? Qırbora. Niyə elə deyirsiniz ki? Nə olub ki bizim şirniyyata? Bunu nömrə 1 qənnatçı Özünüz hazırlayır. dadına baxmısınız heç? İndi baxıram da, bəyənmə. Nə var ki bunda? Duz boğazımı kəsdi. Sən yanasan, Talih. Pulunu qaytarın, özünüz yeyərsiniz bunda. Şəkər toz əvəzi duz qatıb, Bu nədir? Qaytar xan. 11 manat qaytar xanıma. 10 50 atıb mənə, 50 qəpik də artıq at qoy get. Sizin 50 qəpinizə qalmamışam. Yo, o mənə demə, xanım, üzüldü sayın. Bu şey olsun da, halalçılıq olsun. 11. Bu işi bacara bilmirsiniz, bacarmayın da, Mən eləməyin. bacarmam, xanım, qardaşım səhv edir. Boğazım yandı, O aynəcə. dərəcə. Dəhşət. Evin yıxılsın, Talih. Evin yıxılsın. Bizim biznes başlamadan bitti. Ay gedim su içeyim. Diyan. Nədir sənin məqsədin? Hər gün gəlirsən, hədiyyələr alırsan, oyuncaq alırsan. Bağışla səni narahat edirəm. Söhbət bağışlamaq deyil, mənə açıqlama ver. Nədir bunların məqsədi? Arif, yəni sən olanda mənim xəbərim olmayıb, başa düşürsən. Onu bildik, o öz səhvinə görə olub. Hə, düz deyirsən, mənim səhvim olub. İndi də o səhvimin cəzasını çəkirəm. Həyatımın ən gözəl çağlarını itirmişəm. İstəyirəm bunu başa düşəsən. İndi mən neyniyim? Arif, əslində o oyuncaqlarımın alıb gətirməyin bir məqsədi var. Ola bilər körpü olmusan, istəmirsən atalığın ala bilməyib. Oyunlar oynamaq istəmirsən, nə alınmayıb da, atalığınla oynaya bilməmisən. Yəni uşaqlıq illərimi uşaq kimi yaşamamısan. Əsas məqsədim odur. Amma mən bilsəydim, mənim xəbərim olsaydı, səndən ata oğlu yox, səndən dost kimi olardım. Oyunları bir yerdə oynayardıq. Hər şey eləyərdim sənin üçün, hər şey. İndi bəs onun üçün gec deyil. Əslində gecdir Arif, gecdir, amma inanırsan çox xəcalət çəkirəm. Arif, bu elədiklərimə görə Sənəvar mənə çox ağır cəza verib. Biləsən, mənim üçün də asan deyil. Amma sən narahat olma. Mən səni narahat eləməyəcəm. Hər gün gəlib səni izləyib gedəcəm. Səni nəzarət eləyəcəm. Sağ ol Arif. Şəkər, axşamın xeyir. Axşamın xeyir, sağ ol. Mən çıxıram. Şəkər, xahiş edirəm mənə qulaq as 2 dəqiqə. Nə sözün var? Nə oldu? Fikrimi dəyişmisən? Başa düşmədim, nə fikri? Başa düşmədin? Anan Nazlıya dedi ki, Xəzər dayı səni sevmir. Gələn elçilərdən birindən razılaş, həyətə çıx get. İndi onu deyirəm, fikrimi dəyişmisən? Sevirsən indi?
Nazlı. Axşamın xeyir. Axşamın xeyir. Atavı da eşitdim, Allah şəfa versin. İnşallah tez ayağa qalxar. İnşallah, çox sağ ol. Nazlı, mən sənə demək özümə borc bilirəm. Nəyi? Xəzəri Çinə mama göndərdi. Onlar elə plan qurmuşdular ki, ara sakitləşsin. Qorxurdu ki, birdən sənin qardaşların Xəzəri öldürərlər. Amma Çindən hər gün zəng elirdi, səni soruşurdu. Nazlım necədir? Gələndən sonra da səndən görüşmək istəyirdi. Mama da yalandan dedi ki, Əhməd əmi deyib 2 ay sənə yaxın gəlməsə, səni mütləq ona ərə verəcək. O da inandı. Dedi ki, sənin axırıncı şansındır. Yaxın getsən, hər şey bitdi. Səni qorumaq üçün səndən uzaq dayandı. Bil ki, Xəzər səni əvvəlkindən də çox sevir. Yalanlara görə sevgimi bada vermə. Bu da gəlməyə vaxt tapdı. Sualıma cavab ver. O qızın bu qapıda nə işi var idi? Sən belə qışqırsan cavab verməyəcəm. Bax, sənin dilin çox uzanıb ha. Sənə deyirəm, sualıma cavab ver. O qızın bu qapıda nə işi var idi axı? Araz, mən nə bilim nə işi var idi. Mən evə gəlirdim, gördüm, salamlaşdım və salam. Ha, necə gördüm? Onun evinin yanı deyil, qabağı deyil, yaxınlığı deyil. O buradan niyə keçsin axı? Mən sənə inanmıram da, inanmıram. Bəlkə qonşuya keçib, Araz, cəmaata deyim ki, sən bu məhəllədən keçmə, qəribə danışırsan, Yaxşı, əgər sənə görə gəlməmişdisə, məni görəndə niyə qaçıb getdi? O qədər hayküy salırsan ki, yazlıq qız neynəsin, elə görən kimi qorxur qaçır da. Deyir 100% nəsə söhbət olacaq. Hər suala da bir dənə cavabım var da, tapıb düzüb qoşub deyirsən. Danışmıram, deyir niyə danışmırsan? Danışıram, deyir dilin uzanıb. Nə istəyirsiniz siz məndən? Mənim sizlə işim yoxdur da, Araz, sizin də mənlə işiniz olmasın. Mən o qızı bir də bu qapıda görməyim, eşitdin, görməyim. Görmərsən, yaxşı. Tam səni çox qudurdu bey. Xəzər, necəsən? Nə olub? Heç nə. Yaxşıyam. Mənim bu günə kimi heç nədən xəbərim yox imiş. Nə yaşadıqlarımdan, nə də özümdən. Niyə elə deyirsən? Elə deyərəm də. Bilirsən niyə elə deyirəm? Heç nədən xəbərim yox imiş. Nə yaşayıram onu bilmirəm. Səbəbini bilirsən? Çünki mamam elə tanıdıq mənim cəmaata. Səncə mən bu qədər zəifəm, axmağam, gicəm, Sevda? Yox, elə demə. Deyirəm. Sağ olsun mamam. Sağ olsun ki, mənə insanların yanında belə tanıdı. Mamam, bilirsən, gedib Nazlıya nə deyib? Gedib Nazlıya deyib ki, Xəzər səni sevmir,
Sən də get. Başqasından evlən, xoşbəxt ol. Nə oldu? Niyə cavab vermədin? Bilirdin sən bunu Sevda? Bilirdim. Elə oradan gəlirəm. Getdim Nazlı ilə danışdım. Doğrudan deyirsən. Hə, dedim ki, sənin heç nədən xəbərin yox idi. Mama hər şey yalan deyib. Ya Nazlı hər şeyi bilir. Narahat olma. Bəs Nazlı nə dedi? Nazlı heç nə deyə bilmədi. Qardaşı gəldi, mən də çıxdım, gəldim. İstəmədim Nazlını pis vəziyyətdə qoyum. Sevda, mamamı çağır da bura. Gecdi. Sabah səhər danışarsınız. Dedim mamamı çağır bura. Xəzər gecdi. Deyirəm mamamı çağır. Sən gözləmə mən. Sabah danışarsınız da, nə olub? Ay qız deyirəm, get mamamı çağır bura. Sənə xəbərlərim var. Nə olub? Xəzər gəlmiş dükana. Mən də ağzıma gələn dedim. Ay qız, sənin Şahnazın səninlə danışdıqlarını bilmirmişə yazıq. Bilirəm şəkər, xəbərim var. Hardan bilirsən? Danışmısan Xəzərlə? Bacısı ilə danışmışam. Belə başa düşdüm ki, Şahnaz xala istəmir də məni. Minnət olsun. Minnət olsun. Amma ay bacı, sən o adamla bir evdə yaşasan, çürüyərsən, çürüdərsən, qoymaz, o imkan verməz xoşbəxt olasınız. Görmürsən, yazıq uşağın başına nə oyun açır. O sənin oğlundur da. Gör oğluna nə qədər düşkündür ki bu adam. Oğlunun arxasınca yalandan oğlunun adı ilə danışır. Göründü sənə nələr eləyərdim bacı. Qoymaz, o qoymaz, siz xoşbəxt olasınız. Xəzər də yazıq evin bir uşağıdır, anasından keçəsi deyil ki, keçməz də. Sənin istənilmədiyin yerdə nə işi var, hə bacı qurban? Unutma, oğluna bunu eləyən, sənə ondan artığını eləyər. Gözünün yaşına da qıymaz. Nə oldu ay balam? Amma mən sənin birinci elədiyini başa düşdüm. Deyək ki, mən ağlım özümdə deyildi, ipə sapa yatmırdım. Məni uzaqlaşdırdınız ki, ara sakitləşsin. Yaxşı. Onu başa düşdüm. Amma mən sənin bu qədər belə irəli gedəcəyini neyəsə fikirləşə bilmədim. Oğlum. Oğlum yox. Oyuncağım desən daha yaxşı olar. Nə oğlum? Nə danışırsan ay bala? Allah eləməsin, elə sözü demə. Sən ki məni yaxşı tanıyırsan. Tanımamışam da, tanımamışam. Mən səni tanısaydım, anam kimi səni tanımış olsaydım, bilə bilərdim ki, anam bəli, tanıyıram, bu hərəkəti eləyə bilər. Mən səni tanımamışam deyə bilmirdim ki, sən bundan artıq irəli gedə bilərsən ya yox. Xəzər. Nə Xəzər? Gedib Nazlıya nə demisən sən? Sən bilirsən ki, mən Nazlını nə qədər sevirəm. Sənə yaraşır heç. Hə? Gedib qıza nə demisən? Gedib qıza demisən ki, Xəzər səni sevmir, get başqasından evlən, başqasından xoşbəxt ol. Bu nə deməkdir? Sənə yaraşır bu mama? Vallahi mən heç nə deməmişəm. Yəni məsələ budur da, hə? Deyilməməli idi də, üstü örtbasdır olmalıydı, hə mama? Xəzər, mən sizin ikinizi də fikirləşmişəm də. Əşi, sən mənim valideynimsən, sən məni fikirləşə bilərsən, başa düşürəm səni. Amma sən bu qədər irəli gedə bilməzsən. Elə demə də, Xəzər. Necə deyim bəs? Nə cür deyim də? Mənim yerimə sən ol. Özünü mənim yerimə qoy da. Sən sevirsən, sənin anan belə hərəkət edir. Gedir qıza deyir ki, yox, Xəzər səni sevmir, get başqasını. Sən mənim sevdiyim qıza necə deyə bilərsən, get başqasından evlən, Xəzər səni sevmir? Mən səni heç tanımamışam, mama. Sən bilirsən ki, Nazlı olmasa mən ölərəm. Qurban olum, elə demə, Xəzər. Necə deyim bəs?
Necə deyim? Onsuz da mən ölü kimi bir şeyəm. Nə sevdiyim qız mənlə danışmır, nə anam məni sayır. Məni bir öldürən var, o da sənsən mama. Yaxşı? Nazlı, mənə bax. Nəsə lazım olsa Nəcibi göndər. Özün gəlmə, yollarda yorulursan. Yorulmuram, evdə qalmaqdan da ürəyim sıxılır. Elə biləm divarlar üstümə gəlir. Deyirəm, baxma da, indi gəlib getmələrin qardaşlarının gözünə batar. Heç nə eləyə bilməzlər. Demişəm də sözümü. Özün bilərsən, nə deyim? De, səninki də gəlir. Gedir elə bir ki, bizə gedir. Salam Nazlı. Salam. Dünən normal danışa bilmədik, ona görə gəlmişəm. Ay Sevda, normal danışa bilsək də bizim söhbətimiz yoxdur ya səninlə. Niyə elə deyirsən? Mən dünən hər şeyi danışdım da sənə. Dedim, axı qardaşımın xəbəri yox idi. Xəzərin ağzı bütöv olsaydı, indi anam belə ortada at oynatmazdı. O da neynəsin oğlunu qoruyur. Onun yerinə kim olsa belə eləyər. Sevda, mən hamını başa düşməyə çalışıram doğrudan da. Amma Şahnaz xalanı başa düşə bilmirəm. Sən də sağ ol, hər şeyə gəldin, danışdın, amma kaşki əvvəldən deyərdin. Gecdir indi. Niyə gecdi? Unutmursan Xəzəri? Unutmaq elə rahat bir şey deyil ki, ay Sevda. Amma mən bu dəqiqə sevgi falan belə şeylər fikirləşə bilmərəm. Niyə? Necə niyə? Yazıq qız. Hərə biraz burnundan gətirdi, əsas da sənin anan. Nazlı, Xəzərin də vəziyyəti yaxşı deyil. Heç mənim də vəziyyətim yaxşı deyil. Atam mənə görə insult keçirdi. Bu dəqiqə evə qaçmalıyam onun yanına. Bağışda, amma heç Xəzər hayında da deyiləm mən Sevda. Əhməd əmi, narahat olma. Uzan, narahat Sən olma. o bərsən, gəl. Ay səni. Bəs evdə heç kim yoxdur? Təksən evdə. Təkəm deyəndə Nazlı dükana gedib, indi harada olsa gələr də. Ürəyin nə səslənmir, sənin üçün meyvə almışam. Yeyərsən. Əsas odur ki, özün gəlmirsən. Sən o bər bilirsən də, hə? Mən sənin xətri həmişə istəmişəm. Amma gərək sən bu məsələni məndən gizlətməydin. Axı, mən həmişə sənin arxanda dayanmışam. Nəvəm haqqında gərək mənə danışaydın sən. Uşaqlıq Əhməd əmi. O vaxt ikimiz də cavan idik. Əsəbi idim Arifə. Sonradan demək istədim, amma nə bilim, fikirləşdim Arif bunu necə qəbul eləyər. Qorxdum. Amma düz deyirsən, gərək səndən gizlətməyəydim. Gərək sənə hər şey deyəydim. Vallahi olanla ölmə çarə yoxdur. Belə çıxır ki, mən öz nəvəmə elçiliyə getmişəm, nə yaxşı. Açığı o vaxt özüm etiraz eləmədim. Amma sonradan deməkdə istədim. Üzüm gəlmədi. Sən bil elə də. Nəvəmi götür gəl bura. Bu dünyaya etibar yoxdur. Bilmək olmaz, bugün varam, sabah yoxam. Ay Əhməd əmi, Allah uzaq eləsin. Sən niyə belə şeylər fikirləşirsən? Fikirləşmə, hər şey yaxşı olacaq. Bax, sağalacaqsan. Hələ nəticə toyu da görəcəksən. Yox,
Axı, sən mənim nəvəmi gətir, mən onu görmək istəyirəm. O bir dəqiqə Arifə çox əsəbidir. Amma mən yenə də danışaram. Yolunu gözləyəcəm, mən bilmirəm. Çalışacağam onu dilə tutum. Amma sən indi bunları fikirləşmə, qurban sənə. Bax, özünə bax, sağal, tez sağal. Bax, görəcəksən, hər şey yaxşı olacaq. Nə yaxşı olacaqsa nə deyirəm ki? Bir ayağım burada, bir ayağım orada. Nəvəmi gətirəcəm? Yenə baba səni görmək istəyir. Yaxşı mı? Gözləyirəm onu. Alo. Nazlı, salam Nazlı, nə olur xahiş edirəm, mənə qulaq as. Ay Xəzər, niyə sən gəlirsən? Mən olmaz axı. Bilirəm, bağışla məni, amma vallahi ürəyim partlayır. Yaxşı, tez danış. Nazlı, sən mənlə danışmaq istəmirsən. Sən məni sevmirsən, Nazlı. Küsməmişəm, amma Xəzər, mən onsuz da bilirəm hər şeyi, narahat olma. Amma bax Sevdaya da dedim, mən bu dəqiqə sevmək, sevilmək, yəni ümumiyyətlə belə şeylər fikirləşəcək vaxtım yoxdur. Bildim, Allah şəfa versin Əhməd əmiyə də. Amma mən... Xəzər, nə olar? Bax, bu amma ilə başlayan heç bir cümlə qurmayaq. Gördükdə axırı nə olur? Sən bu dəqiqə heç nə deyə bilmirəm. Ancaq gözdə. Gözdə görək nə olur, Xəzər. Nazlı, mən istəyirəm ki, bunu biləsən ki, nə qədər olur olsun, mən səni gözləməyə hazıram, yaxşı? Bilirəm. Mən onsuz da əvvəldən inanmamışdım. Ona görə gələn bütün elçilərə yox deyirəm. Nə olar Xəzər, özünə yaxşı bax, özünü qoru. Amma sən gəlmə mənə yaxşı. Çox sağ ol, sən də. $2 manat. Bu da məndən uşaqlara hədiyyə olsun. Sağ ol, tez-tez gəl. Ay. Şəkər, sənin fikrin nədir? Neynəmə fikrindəsən? Heç nə, buraları səliqəyə salaram Şahnaz xala, nə olub ki? Ay qızı, söhbəti başqa yerə fırlatma ya. Sən özün yaxşı bilirsən, mən nə demək istəyirəm? Şahnaz xala, bax, böyüksən deyə susuram, sənə hörmət edirəm. Elə bilmə ki, səndən qorxduğuma görə susuram ha. Deyim biləsən. Ağzımın danışığını bil. Eşitdin? Sən hamını barmağıma dolamısan, elə bilirsən, heç nə bilmirik. Neynəmişəm ha? Neynəmişəm nədir ay Şahnaz xala, hə? Mən neynəmişəm, nə gəlmişsən üstümə? Neynəmişəm mən, hə? Sənin dediyini demişəm də, oğlun gəldi Nazlını soruşdu. Mən də dedim ki, nə oldu? Ələ salmısan, indi soruşursan. Anan deyirdi, istəmirsən. Mən nə bilim ki, sən hamını barmağıma dolamısan. Ay qız, bəs neynəməliydim? Gözləməliydim ki, Nazlının iki sənin ərin qarışıq, qardaşı, qardaşları daha doğrusu. Gəlsin uşağımı vursun, öldürsün. Mən də oturum baxım, hə? Neynəmişəmsə uşağımın xeyri üçün eləmişəm, yaxşı eləmişəm. Yaxşı, başa düşdüm, indi məndən nə istəyirsən? Yaxşı eləmirsən, pis eləmirsən, özün bilərsən, öz fikrindir, öz problemindir. Mənə aidiyyəti yoxdur. Onu demək istəyirəm ki, ağzında söz qalmır sənin. Dayan, nə olub burada? Nə məsələdir, səsimiz çölə çıxır, nə olub? Heç nə, Şahnaz xala da gedirdi. Heç yerə gedib eləmirəm. Arvadın ağzına yiyəlik eləsin, ağzında söz durmur. Mən Nazlıya demişəm ki, bəs Xəzərdən uzaq dursun. Uşağımın baş beynindən aparmasın, özünə ailə qursun. Çıxıb gedib də. Bu da götürüb tez iki daşın arasında Xəzərə xəbər eləyib, çatdırıb Xəzərə. Yekə qızsan. Nə deyir Şəkər? Eşi danışırdı öz üçün. Az danış. Arvadıma yiyə dur. Eşitdin? Şahnaz xala, mənim yiyələrim çoxdur. Sən mənə görə narahat olma. Nə deyəm sən də, elə deyil Yaşqa. Nə deyirəm ki, öldüm?
Sən bilirəm. Başa sal görüm nə olub, hə? Eşiyi danışırdıq, qoca arvadı. Bugün bir fərqli görünürsən həyatım. Nə qəşəng görünürsən. Yaşqa. Ha, qəşəng görünməyə cəl qoy qırağa. Danış görüm nə olub, nə məsələdir? Eşi yalan danışır da. Yox, nə yalan danışır, ay şəkər, bu boyda yalan olar. Hə? Sən görmürsən biz o iti qapımızdan qovuruq, sən məqsədin nədir, sən fikrin nədir, nə eləmək istəyirsən? Ay Yaşar, mən heç nə eləmək istəmirəm. Bu Xəzər bura gəlmişdi, Nazlını soruşdu. Mən də onu qovurdum. Dedim, qızı Allahdan ortalıqda qoydun, sevmirsən, niyə soruşursan? Sən demə hamısını yalan deyib Şahnaz xala. Valla mən başqa şey deməmişəm. Həqiqətən mən başqa şey deməmişəm. Elə dedim, qovdum, çıxdı, getdi. Yaxşı. Hara gedirsən? Yaşar! Yaşar! Ay Yaşar! Yaşar!